və sənət mühitini birləşdirən Milli Book Cafe Azerrail Scale Models brendi ilə birgə Zəfər və Bayraq günləri ərəfəsində xüsusi sərgi təşkil edib. Tədbirdə həm hərbi texniki modelləri, həm də retro avtomobil miniatürləri nümayiş etdirilib. Ziyarətçilər arasında gənclər, sənətsevərlər və modelləşdirmə həvəskarları xüsusilə fəallıq göstəriblər. Gəncağız xəbər verir ki, sərgidə 2-ci Dünya müharibəsindən müasir dövrə qədər müxtəlif tank, zirehli texnika və klassik avtomobil modelləri yer alıb. Hər bir model orijinallarının xırda detalları, texniki quruluşu və dizayn xüsusiyyətlərinə görə uyğun şəkildə hazırlanıb. Azərbaycan Modelistlər Klubunun sədri İlqar İsmailov bildirib ki, tədbirin əsas məqsədi texniki yaradıcılığın təbliği və gənclərin bu sahəyə marağının artırılmasıdır. Burada olan sərgi Zəfər gününə həsr olunub. Burada Azərbaycanın ən möhtəşəm modelistlərin əl işləridir və kolleksionerlərin modelləridir. Ən yaxşı modellər burada həm sərgi keçiriləcək, həm yarış olacaq. Yarışın nəticəsindən sabah bizdə inşallah hədiyyələri də təqdim edəcəyik. Bizim medallarımız da hazırdır və s. Sərgi ziyarətçilərinə modellərin hazırlama mərhələsi, istifadə olunan materiallar və texniki yeniliklər haqqında geniş məlumat verilib. Milli Book Cafe rəhbəri Müşfiq Məmmədov isə bildirib ki, bu sərgi həm texniki yaradıcılığı, həm də milli qüruru bir araya gətirən dəyərli təşəbbüsdür. Zəfər və Bayraq günlərində belə bir tədbirə ev sahibliyi etmək bizim üçün böyük qürurdur. Milli Book Cafe bugün Zəfər günü ilə bağlı böyük bir sərgiyə ev sahibliyi edir. Düşünürük burada bizim zəfərimizə bir vurğu verək, zəfərimizi xatırladaq. Hər bir halda zəfərimizi unutmamışıq, ancaq yeni xatirələrlə, yeni düşüncələrlə bu zəfər bayramına Milli Book olaraq öz töhfəmizi verək. Milli Book, milli mənəvi dəyərlərimizin qorunduğu bir məkan olduğunu yenidən təsdiqləyir və gözəl bir kolleksiyaların sərgisinə ev sahibliyi edir. Və bu münasibətlə bütün qonaqlarımızı, dostlarımızı yenidən Milli Book'a dəvət edirəm. 8-i, 9-u burada sərgimiz davam edir. Sərgiyə giriş pulsuzdur. Ona görə fürsəti qaçırmadan buyurun gəlin, uşaqları, özlərinizi bu gözəl görüntülərə məruz qalın, bu gözəl görüntülərlə tanış eləyin. Düşünürəm faydalı olacaq. Hər biriniz xoş gəlmişsiniz. Tədbirin sonunda modelləşdiricilər və qonaqlar arasında dostluq müzakirələri aparılıb. Xatirə fotosessiyası çəkilib.